Şeyh, hamı özünə əhl-i sünnə deyir. Xavaricilər, hizbilər və əşarilər. Əhl-i sünnə necə təyin edəcək? Elhamdülillah. Yəni təbii ki, hətta Rafsilə deyir biz əhl-i sünnəyik. Yəni çox gülməlidir və əcaib. Bunu da eşitdik. Lakin əhl-i sünnə necə təyin eləmək lazımdır? Əhl-i sünnənin üsulu var. Əhl-i sünnənin üsulu var. Əhl-i sünnənin sələfləri var. Usul kitabları var. Orada yazılıb. Əhl-i sünnə kimdir? Onunla təyin eləyirik. Onunla. Təkfir məsələsində, xuruc məsələsində və başqa məsələlərdə, sahabələr barədə və s. və s. Böyük günah sahibləri barədə və s. Ona görə bizdə əhl-i sünnənin təyini mənhəcimizdəndir. Bir dənə əqidə kifayət deyil. Çünki ola bilər əqidəsi salamat olsun, mənhəci xarab. Aydındır? Əqidə ilə mənhəci ayrımaq olmaz. Əqidə ilə mənhəc bağlıdır bir-birinə. İndi deyirlər ki, özünüz eşitirsiniz, ona deyək mənhəc. Ümumən yerlər çox işitirik. Lakin, mənhəc nə yəni? Yəni nə? Sizə aid olanda mənhəc heç nə oldu? Bundan qabaq mənhəc lazım idi. Cihad məsələlərində biz cihadistlərlə, cihadçılarla mübarizə aparanda mənhəcə görə apardıq. Mənhəc söhbəti idi bizim aramızda. Əqidə yox. Mənhəc. Təkfirçilərlə biz mübarizə aparacağıq. Nə aparmışıq? Hamısı nəyə görə idi? Mənhəcə görə. Bidətçilərlə ümumən elələr var, əqidə ilə mübarizə aparırdıq. Əqidəyə görə elələr var idi ki, mənhəcə görə. Ona görə mənhəc mühümdir. Hal-hazırda əhl-i sünnə kim sələfi olmağı bildirmək istəyir, mənhəci ilə bilinəcək. Əqidəsi kifayət deyil. Aydın mı qardaşlar? Ona görə İmam Əhməd, məsələn götür İmam Əhməd, usul-u sünnənin əsası yəni. O barədə kitablar var. Məsələn İmam Əhmədin və başqalarının təxminən 260-a yaxın usul kitabı var. Orada yazılıb əhl-i sünnə kimdir? İmam Əhməddə qeyd edilir və İmam Əhməd nə deyir orada? Kim bunların birinə müxalif olsa, o əhl-i sünnədən çıxır. Birinə. Məsələn, görürsən, biri xuruc deyir, təkfir deyir, deyirsən, qardaş, bu sələfi deyil, əhl-i sünnə deyil. Deyirlər, o əhl-i sünnədir. Əhl-i sünnədə ola bilər cüzi məsələdir. Ola bilər dil sürüşməsi olub. Dil sürüşməsi olub, çıxsın, desin mənə dil sürüşməm olub. Əgər biz başa düşürük, biz gördük də, biri maşın sürəndə Ukraynada hətta gəlib döyüşmək olar. Hətta FSB bunu başa düşdü. Lakin bu deyir ki, yox, mən elə şey deməmişəm. Özü yayıb onu. Özü yaydı onu. Sonra çıxıb deyir ki, mən elə şey deməmişəm. Yox, desəydi ki, məsələn, qardaşlar, desəydi ki, məsələn, mən maşın sürürdüm, dil sürüşməsi oldu. Yox, bu məsələ belə demək istəyirdim, biz başa düşürük, heç olmaz. Olur da, insan, adam çox danışanda səhv eləyir. Adam çox danışanda səhv eləyə bilər. Adam görürsən, o da danışır. Danışmaq yorur adamı. Biri var, işləyəsən, amma görürsən ki, sərdən axşamında sualları cavab verirsən, axşam yorulursan. Deyirsən, mən heç də eləməmişəm axı. Necə sən danışmısan? O da yorur, beyin yorulur. Xüsusən də cürbəcür məsələlər. Birində, məsələn, mühüm bir məsələdir. Birində deyir, zəngili deyir, aparatdır, nəfəs alır ələm. Həkim deyir ki, söndürək. Söndürək yoxsa yox. Gəldi cavab ver. Ölüm həyat söhbətidir. O vaxt nə deyirsən, mənlik deyil bu. Mənim səviyyəm deyil. Mən onu deyə bilmərəm. O alimlər, böyük alimlərə müraciət etmək lazımdır. Və ya biri məsələn zəngilir talaq məsələsi. Çoxdur. Biri zəngilir başqa məsələ, biri zəngilir. Ona görə adam yorulur. Biz desəydi ki, məsələn, səhv eləmişəm, məsələn, dil sürüşməsi olur, ya maşın sürədə dönürdüm, məsələn, bilmədim nə danışdım. Amma özün yay və sonra deyinə məli şey deməşə mənə qarşı böhdün, necə yanı? Və ya başqaları, özünüz bilirsiniz. Ona görə əhl-i sünnə necə bilmək olar, kim əhl-i sünnədir? Usul kitabına. Diginən mövqeyi, diginən məsələləri, hansı məsələlərdə bilək. Xüsusən də indi bilinir hansı məsələlərdir. Əsas hansı məsələlərdir, ondan tutmaq olur. Bəli. Məni müsəlman görməyənin arxasına namaz qılmağın caizdir.
Yəni kim ki səni müsəlman görmür, onun arxasında namaz qılmaq olar? Olar. Namazın o səninlə necədir, onun dəxli yoxdur. Hətta o imam qüsulsuz olsa, gəlsə qılsa, boynunda dastamaz yox, qüsulu var. Sənin namazına təsiri yoxdur onun. Məsələn, belə baxanda, onlar bizi kafir görür, xavariclər və ya hətta aşarilər zat, onlar bizi kafir görür. Aydındır, sonra sufilər, enəlo, uçan boşqablar. Onlar bizi kafir görür. Amma biz onları təkfir eləmirik. Və namazı caiz görürük. Ümumiyyətlə, bidətçinin arxası namaz caizdir. Ona görə baxmayaraq sahabələr, xavariclər barədə nə deyib? Osman radiyallahu anh onu, Peyğəmbər sallallahu aleyhi ve sellem kürəkənin, Əli bin Əbi Talibin bacanağın müasiri almışdılar. Neçə gün müasirədə qaldı. Sahabələr gəlib dedilər ki, ya əmiril müminin, xavariclərin əmiri imam yanıb. Onun arxasından qılaq. Osman radiyallahu anh nə dedi? Əli bin Əbi Talib radiyallahu anh bacanağı dedi ki, namaz ən xeyirli əməldir. Kim o xeyirli əməli edirsə, onunla edin. Aydındır. Bu onu göstərir ki, əhlüsünnə necə adildir, necə insaflıdır. Başqalarına qarşı xüsusən, bidət əhlinə qarşı. Aydındır. Bəli. Kiçik və ya böyük günah edən birisi o günaha tövbə etmədiyi müddətcə günah yazılmaq davam edirmi? Yoxsa o kəs etdiyi günah miqdarında mı günah yazılır? Əslində günah neyniyib? O yazılır. Amma tövbə eləməsə təhlükədədir. Çünki ölüm qardaşlar hər dəqiqə gələ bilər. Heç kəs bilmir kim nə qədər yaşayacaq. Heç kəs bilmir ki 5-10 dağdan sonra nə olacaq. Allahdan başqa. Ona görə öləndə çalış tövbəli öl. Tövbəli öl. Yəni tövbə eləmirsən artıq. O adam təhlükədədir. Böyük günah sahibidirsə təhlükədədir. Amma günah o etdiyi günaha yazılır və salam. Amma tövbə eləsə, Allah bağışlayır. Bəli. Namazda surə və ya ayə oxurkən təcvid qaydasına riayət etməsək, bu namazı batil edirmi? Bilirsiniz, təcvid də namazda düzdür. Yəni, bilirsiniz nə vaxt batıl ola bilər namaz? Kəlmələri düzgün deməsən, başqa məna versə, ərəb dili biraz incədir. Yəni, çox diqqətlə yanaşmaq lazımdır da, xüsusən Allahın kəlamına. Orada məxərəclər var, hərflərin çıxışları və s. Uzatmaq, qısaltmaq və s. Ona görə, deməli, ola bilər, məna elə oxuyasan ki, məna deyişsə, ola bilər namaz batildir. Amma bunu hər adam bilmir. Məsələn, çoxsu, ərəb dili bilməyən, məsələn, yaşlılar, onlar çoxsu Fatihəsini qulaq alsın, Fatihədə nə qədər səhvləri var. Deyək ki, təcvid, bəli, təcvid də öyrən. Amma təcvid də iki növdür də. Var, lap belə hər saniyə fikir vermək. Əsasən Misirlilərdə var bu. Varsa rahat, düzgün oxuyur və salam. Biraz qiraətdə ifrata varmaq da lazım deyil. Məsələn, Misrin qarilərinə qulaq alsan, onlar deyir ki, Quran oxuya bilmirlər heç yanda. Hamısı səhvdir. Hətta Məkkənin imamları zat. Yox, hələ düzgün deyil. Əlhamdülillah, düz oxuyurlar. Sadəcə orada o məxrəclər, saniyə, uzatmaq, qısaltmaq, hələ həddə də lazım deyildi getmək. Onu ümmətin çoxsu bilməyəcək. Hətta namazda imam əgər başlasa elə şeylərə fikir verməyə, onsuz namaz qılmaq Allahdan qorxaraq çətindir. İxlasdan, yəqinliyinə və s. Sənin fikri dağılır, başlayırsan nöqtələri fikirləşməyə, məddi, neçə hərifdir? Yəsin, məsələn, əlif, lə, başlayırsan namaz qıla barmaqlarını saymağa neçə hərif olacaq? Birdən 5 hərif oldu, birdən 3. O fikri dağıdır axı. Əsas odur, düzgün məxrəclər çıxsın və düzgün qiraət olunsun. Aydındır? Təcvidə öyrən ümumən, bəli. 14 yaşlı oğul atadan çox surə bilir. Hansı iman durmalıdır? Oğul deyansın. Kim surəni çox bilir Qurandan, o imam deyansın. Əgər 14 yaşı varsa, atadan çox surəni bilirsə,
və namazı əhkamlarını bilirsə, bir də səhv eləsə və s. Çünki imam deyən o deməkdir ki, o birisilər hamısı sənə tabidir, arxadakilər. Səhv eləsən, onlar da səninlədirlər. Əgər bilirsə, imam o dayanacaq. Hələ deyil, imam ata, bala hələ deyil. Bəli. Bəli. Cənnətə düşüb, amma Kövsər hovuzundan su içə bilməyən qövm hansı qövmdür? Vallahi, onu bilmirəm. Bəli, bidət əhlin deyir, cənnətə düşən. Münafiqlər cəhənnəmli idi. Sadəcə onu bilmirəm. Bilmirəm. Ataya, anaya sədəqə düşürmü? Ataya sədəqə niyyətinə lazım. Ataya baxmaq fərzdir, hamımız üçün, vacibdir. Sən neynəsən ataya, anaya sədəqə sayılır. Sən neynəsən ata, anaya sədəqə sayılır. Həmçində ata da övladlarına neynir, hamısı sədəqə sayılır. Ona görə ailə həyatı qurmaq savabdır. O qardaşlar ki, ailə qurmayıblar, onlar böyük savab itirirlər, böyük əcirlər itirirlər. Ne üçün ailə quranda adi evi çörək alsan, o da sədəqədəndir. O da sədəqədəndir. Aydın da qardaşlar. Şeyh, bir də o sədəqə məsələsindəki tutaq ki, bir kəsin atasının, anasının ehtiyacı var o sədəqəyə. Yaxşıdır ki, başqasındansa o atanın, ananın ehtiyacı varsa ona bilsin. Əslən, sən sədəqə verirsənsə, biraz imkanın var. Elə eləmə də ata-ana ehtiyaclı olsun sədəqəyə. Elə eləmə. Ata-anaya baxmaq lazımdır, qardaşlar. Və salam. Elə qoyma ki, ata-anaya hərdən görsən, deyir, fitrə zəkatını istəyirəm anama verim. Onun söhbətdir. Ana ehtiyaclıdır fitrə zəkatına. Yox, sən anaya baxmalısan. O nədir? Onsuz sədəqədir. Onsuz da sədəqədir. Olmaz. O nədir? Anaya fitrə zəkatı verim. Olmaz. Olmaz. Ata-anaya baxmaq lazımdır. Hər kəsin boynundadır. Kim neyinir, onu da görəcək övladından. Aydındır. Yaxşı baxsa, övladından da yaxşı görəcək. Pis baxsa, övladından da pis görəcək. Və salam. Allah razı olsun, qardaşlar. Bir dənə də, buyur. Bir qardaş buyur, məclisə gəlir, iftar verir, əqim məclisi verir. Amma elə ki, Bakıda məsələn bu bidətlərlə qalır da. O orada iftar verə bilər, yoxsa yox? Bidətçilərə? Bəli. Bilirsən, bunun şərhi var da, qardaşlar. Bidətçilər hansılardandır? Onlar cürbəcür daxı. Hansı şirkətdəndir, hə? Məsələn, Süleymançılar. Onlar təkfirçilərdir, onlar bizi kafir görür. Verməsin onlara, verməsin. Əgər iftar verirsə, qardaşları versin, sələflərə. Verməsin. Bəli, onlar enelod olar. Uçan boşqablar. Süleymanlar, onlar bizi kafir görür. Sadəcə bilsən, təkfirçilər neçə növdür də. Sələflərdən başqa hamısı təkfirçidir. Məsələn, Rafisilər bizi kafir görür. Rafislərə görə 12 imam kim onlar kimi qəbul eləmirsə kafirdir. Bunu çox gətirmirlər də. Özlərini göstərir, yox, qardaşlıq və s. Sufilərdə də var. Gizlin təkfirçilərdir, müəyyənlər. Bəziləri, hamısı yox. Olan içində salamatlar var, qardaşlar. O demək deyil, məsələn, Adildir və s. Elxandır, hamısı tələbələr onun kimlərdir. Yox. Ola bilsin, var işlənəndə onun kimlər. Azdılar. Çoxsu salamatdır. Çox salamatdır. Biz onlardan yaxşı zəndəyik o barədə. Sadəcə səhv nədə görürük onlarda? Səhv nədə? Susublar. Bilirlər bəziləri hətta. Susublar. Onların səhvi ondadır. Və ona görə onlar səbəb oldular cəmaatın azmağına. O vaxt ki, Adil cəmaatı böldü, Adil əslində cəmaatı bölüb. Onlar sustular. Onlar sustular və bəzi sıravi qardaşlar da elə bildilər ki, belə yanaşdılar ki, çox ha tərəfdədir görürsən. Görürlər o tərəfdə, onlar da bunu başladılar reklam eləməyə. Hamısı bizimlədir, hamısı 90%, nə bilim nə. Böyle şeyler danışırlar, 70%, faizlə. Onlar səbəb oldu, olan səhvi bu idi ki, o cəmaatın azmağına səbəb oldular. Çünki bəzi müminlər getdilər, sonra xavaric oldular. Çünki müminlər susurlar. Susmaq xəyanətdir. Xəyanətdir, dəvəti xəyanətdir. Onda səhv görürük onları. Yoxsa biz demirik, onlar hamısı
azıblar və s. Onlar bidətçi görür. Yox, hələ yox. Salamatdırlar. Lakin səhvləri, böyük səhvləri budur. Budur. Aydındır. Sussun, ördəklərdir, lal ördək, o başqa. Lal ördək işi də o. 1000 dənə var, keçsən yanından heç xəbəri bilmirsən orada nə var. Yox, onda dinlənmək lazımdır. Heç kəs demir, bidətçidir, heç kəs. Lakin ən azından məsləhət görmə, ən azından oturma onunla. Qoy qardaşlar mövqeyini görsünlər səni. Mövqeyi, yaxşı, gəlirsən, oturursan, biri deyir, o mənim üçün nədir? Xəyallardır, yuxularda görürəm onu. Biri deyir, belə, azdırır cəmaatı. Azdırır. Və ən dəhşətli bilsən nədir? Bilir ki, onda problem var. Özü ciddi müşkil məsələlər var. Buna baxmayaraq onları təriflirlər, onlarla şəkil çəkdirirlər, onların yanında olurlar. Onlar barədə susurlar. Budur zəlalətləri. Budur onları tənqid. Yoxsa biz onları demirik, onlar xavaricdir, onlar bidətçidir və s. Aydındır. Çoxsu tələbələrdə yaxşı zənn deyil ki, salamatdırlar əqidələrində. Aydındır qardaşlar. Bunu dəqiq öyrənin, yəni dəqiq bilin. Hətta sıravi cəmaatları da yaxşı zənn deyil. Sadəcə alladıblar yiyib içməklə, alladıblar ümrəylə. Gedmə ümrəyə. Gedmə. İmkanı yoxsa fərzdə öl sənə. O ki, qaldı hərc. Bir də müvafiyyətçən gidiyorlar. Müvafiyyətçən. Həm də, hə. Haqqınız alır. O haqqı bilir gizlərlər. Həm də müşküldür. İndi elələr var, bilir, elələr var, bilmir. Elələr var, inanmır. Elələr var, inanmır. İndi tövbə eləyəndə, yayıblar ki, tövbə eləyib, deməli deyib. Məlum oldu ki, birinci deyirdilər, böhtandır. Bizi təhqir edirdilər, söyürdülər, nə gəldi danışırdılar. Amma sonra gördülər ki, tövbə elədi, deməli deyib. Deyib. Sustular. Sustular, amma yenə, hələm kifayət deyil bundan. Deyib ona buna. Çıxıb bəyan eləməlidir. Aydındır. Şeyh Haqqınız alın, bu məsələdə, məsələn, bu elm tələbələri kimi var. Bunlar məsələni bilirlər. Hə. Bundan da böyük məsələ, bizim tanıdığımız böyük alimlərin hətta susması var. Özü danışmışdır. Hətta onlar susanda, onlar da deyirlər ki, o alimlər susur, biz də susuruq. Yox, bilirsiniz, alimlər dəlil gətirmək düzgün deyil. Elə alim var ki, susmur, danışır. Elə alim var ki, məsləhətdən görmür. Elə alim var ki, məsələn, deyə bilmir. Elə vəzifədədir ki, deyə bilmir. Çünki bunun sonrası var, o gərək hamısı danışar. Orada müəyyən səbəblər olub bilər. Lakin onlar dəlil deyil. Onlar dəlil. Özdə biz elə yerdəyik ki, belə məsələlər gündəmdədir, belə məsələlər təhlükədir, belə məsələlər biz bilirik hala aparır. Kim ki, susum onu dəlil gətirmək düzgün deyil. Və ikinci də, mən demirəm ki, sənə ki, hər gün danış yenə. Ən azından mövqeyimi bildir. Ən azından oturma, məclislərindən gedməyin, məsləhət görməyin. Çox məsələlər var. Ən azından. Əgər onu da bacarmırsansa da, sən heç nə. Nəyə lazımsan sən? Aydın mı qardaşlar? Bu qədər qardaşlar. Allah razı olsun. Allah qəbul eləsin hamımızdan.